Salam dəyərli dostlar. Son vaxtlar hamı bizimlə əlaqə saxlamaq istəyir və hamı fikirləşir ki, hansı daha etibarlı messengerla bunu etmək mümkündür. Və kimsə öz nömrəsi ilə bu və ya digər messengeri quraşdırmaq istəmir. Kimsə fikirləşir ki, nömrəm hardasa düşər, sonra problem yaşayaram. Ən etibarlı hesab edirəm ki, messengerlərdən biri Trima Messengeridir. Baxın, bu video tutorialı ona görə sizə yazıram ki, bu video Messenger İsveçrə istehsalıdır. Yəni Trima şirkəti tərəfindən hazırlanıbdır. Dünyada ən güvənli hesab edirəm ki, messengerlərdən biridir. Məsəl üçün, bunu necə quraşdırırlar? Sizə indi hal-hazırda qısa bilgi verəcəm. Misal üçün, Start Setup düyməsini basırsınız. Parmağınızla ekranın üstünə sağa, sola, yuxarı, aşağı tıklamaqla belə bir açar, kripto açar və kripto Trima ID qurulur sizin üçün. Və sonra siz keçid edirsiniz, növbəti Next düyməsini basırsınız. Soruşur ki, sizdən please choose a strong password. You will need this password to restore your Trima Safe backup. Mən şəxsən Trimanı istifadə edəndə bu funksiyadan istifadə eləmirəm. Və başqa qurğularda mənim, məsəl üçün, Trimamı heç kəs bərpa edə bilməyəcək. Next düyməsini, bu hissəni boş qoyub keçirəm. Do you want to continue without enabling Trima Safe? Then Trima Safe, you can restore your Trima ID, contact and groups in case you lose access to your device. Like, no, yes. Yəni siz Trima Safe keçmədən növbəti mərhələyə keçmək istəyirsiniz, yoxsa yox. Burada özünüz üçün nickname yaza bilərsiniz. Mənim adım Emindir, misal üçün. Yazıram, misal üçün, nickname. Məsələn. Məsələn, belə bir nickname yazıldı. Emin. Siz də, misal üçün, adınız İlhamdırsa, Vüqar yaza bilərsiniz. Fərqi yoxdur, hansı ad yazırsınız, seçirsiniz. Ad nömrə də yaza bilərsiniz, öz adınızı da yaza bilərsiniz. Misal üçün, mən bura Emin yazdım. Siz də hətta bu cür nickname seçə bilərsiniz ki, mənə yazırsınız Emin'dən Emin'ə. Bunun heç bir əhəmiyyəti yoxdur. Keçdik növbəti mərhələyə. Nickname'i seçdik. Sizə növbəti sual. Əgər Trima'da başqa dostlarınız istifadə edirsə, siz də nömrənizi bura qeydiyyatdan keçin ki, onlarla sinxronizasiya olunsun Trima serverlərində. Mən bunu da heç bir şey seçmirəm. Keçid edirəm. Sizdə Azərbaycanda sizə Azərbaycan nömrəsi çıxacaq. Heç bir nömrə yazmayın. Yəni, bizə sizin nömrəniz lazım deyil. Məhz beləliklə siz tam anonim olaraq Trimanı yazırsınız. Buradan sizə soruşur. You haven't entered the phone number to link to your Trima ID. You will not appear on your friend's contact list. Do you really want to use Trima in the completely anonymous way? Siz Trima'nı həqiqətən də tamamilə anonim üsulla istifadə etmək istəyirsiniz. Yes düyməsini basırsınız. Switch on the see which your friends are using Trima. Bunu da söndürürsünüz. Sinxronizasiya, kontakt sinxronizasiyasını söndürürsünüz. Sizə lazım deyil. Nə sizi görsünlər ki, siz Trimanı istifadə edirsiniz. Hətta nömrənizi qeyd etməsəniz, heç kəs tapmayacaq. Bunu da sola fırlayırsınız, keçirsiniz. Deməli, yoxlayırsınız. Your nickname, kontakt sinxronizasiyası off olmalıdır. Trima Safe off. Beləliklə, finish düyməsini basırsınız. Burada display nickname yaza bilərsiniz. Yəni push notification. Nətər istəyirsiniz?
bunu eləyə bilərsiniz. Yəni məsləhət sizindir. Display nickname. Mən misal üçün bunu eləyirəm. Show message preview. Bunu da eləyirəm ki, görsənməsin kim nə yazdı. Belə. Continue. Artıq mən trim ID-ni yazdım. Baxın. Və bundan sonra mən obyektiv TV vasitəsilə, misal üçün mənə YouTube-da baxan minlərlə insanlar, əgər mənlə əlaqə yaratmaq istəyirlərsə, kimsə qorxursa mənə WhatsApp-dan yazmaq, yetər ki, bu Trima ID-yə yazsınlar. Misal üçün, bu mənim Trima kodumdur. Bunu skan edib məni tapa bilərsiniz. Bu Trima ID, misal üçün ABVEBU7C budur. Və heç bir nömrə ilə əlaqəli deyil. Beləliklə, gördüyünüz kimi Trima Messenger'ı tama düzəlib. Yəni, hansı kontaktla kimsə məni tapmaq istəyirsə, bura yazır, misal üçün. Enter ID manually. Misal üçün, mənim ID-mi bura yazır və tapır məni. Və yaxud scan NID. Scan eləyir, misal üçün, mənim ID-mi. Ekranda, baxın, profildə göstərəm. Bu ID-ni scan eləyirsiniz Trima ilə və mənə anonim olaraq istədiyiniz önəmli, ictimai üçün önəmli məlumatı sızdırırsınız. Yəni, tam təhlükəsiz yoluna. Heç kəs bilməyəcək ki, siz bunu bizə göndərdiniz və ümumiyyətlə Trima Messenger ilə çox adam istifadə edir. Avropada siyasi partiyalar, polis, güc strukturları hamı bunu anonim olaraq istifadə edir. Yeganə bir amması var ki, bu proqram pulludur. Yəni, bir dəfəlik ya 3, ya 4, ya 5 avro pul ödəməlisiniz. Öz öz Apple və yaxud Google akkauntunuzdan bir dəfəlik pulu ödəyirsiniz və beləliklə, necə deyərlər, tam əminliklə Trima ID-nin istifadəsi üçün özünüzə müvafiq, belə deyək də, akkaunt seçirsiniz və bizimlə təhlükəsiz şəkildə əlaqə saxlayırsınız. Fikir verin. Bu mənim Trima akkauntum. Heç bir nömrə ilə əlaqəli deyil, heç bir e-mail ilə əlaqəli deyil. Sizə də məsləhət görürəm ki, nəyisə düzəldəndə heç bir nömrə, heç bir e-mail və yaxud ID revocation password eləməyin. Yəni, ha vaxtsa da pozmaq istəsəniz bunu girirsiniz, misal üçün, təzdən profilə, settings hissəsinə, profile, buradan remove ID and data. Yəni, bura girdiniz, remove ID and data düyməsini bastınız, hər şey pozulur. Chat, profile, pictures, trim ID. Hər şey pozuldu və heç yanında qalmadı bu. Yəni, siz məlumatı ötürdünüz, təzdən yazırsınız bunu və istifadə edirsiniz. Belə, start setup eləyirsiniz. Misal üçün, start setup yenə göstərirəm. Parmaqla sağa, sola, yuxarı, aşağı, nə tər istəyirsiniz. Təzə açar düzəltdi. This is your trim ID. Keçirsiniz növbəti dəfə. Bunu da vaz keçirsiniz. You want to continue without enabling Trima Safe? Yes deməsini basırsınız. Yenə, do you want Trima ID as a nickname? To use your Trima ID as a nickname? Yes. Hətta nickname'iniz ancaq bu şey olacaq. Yazmaya bilərsiniz. Misal üçün, mən təzə nickname seçirəm, heç adım da olmayacaq. Bu hərflərdən və rəqəmlərdən ibarət olan nickname olacaq. Keçirik növbəti hissəyə.
Burada yenə keçirik ki, do you want to use completely anonymous way? Yes düyməsini basırsınız. Senxronizasiyanı söndürürsünüz. Yəni sizin kontaktlarınızla senxronizasiyanı söndürürsünüz ki, Trima sizin telefonunuzdakı kontaktları görməsin. Və beləliklə finish düyməsini basırsınız. Və salam, şut tamam. Social message preview qala bilər, qalmaya da bilər. Əgər istəmirsinizsə kimsə görsün. Beləliklə bu qədər, necə deyərlər, sadə. Profila giririk. Show QR ID bu bizim Trima ID'miz olacaq. Bu da mənim Trima nickname'im. Trima ID is copied. Əgər kimsə məni tapmaq istəyəcəksə, Trima vasitəsilə contact-a girib, bunu basırsınız bura, Trima ID-ni paste eləyirsiniz, and add eləyirsiniz. Yəni burada mən özümü axtarıram, amma yəqin ki, kimsə Trima ilə məni axtarmaq istəsə, bax, bu nickname ilə axtara bilər. Bu qədər sadə, mənimlə əlaqə saxlamaq istəyən hər bir kəs, bir daha bu Trima vasitəsilə əlaqə saxlaya bilər. Mənə və yaxud mehmana hər hansısa önəmli, mötəbər xəbər ötürmək istəyirsinizsə, onun vasitəsilə bunu edə bilərsiniz. Hələlik bu qədər.